Xankəndəyik. Bu torpaqlarda addımlamaq həqiqətən insana başqa bir his verir və deyərdim ki, biz bir şəhərdən daha çox hal-hazırda tarixin və hekayənin içindəyik. Belə bir yerə gəlmişik. Bura çox yüksəkdə yerləşir. Memorial abidə deyirlər bura. Nə qədər hündür olduğumuzu çox bilmirəm, düşər düşməz, amma bir dənə zəhmət olmasa bax bura. Cuma müəllim. Bir dənə baxın nə qədər hündürlükdəyik. Düşür. Çatırmı oraya? Bu qarda, 5 dəqiqə qal, ağappaq olarsan da seçilə bilməzsin. Dəhşət qar yağır. Bura nə qəşəng məhəllədə. Hüzurlu belə şey var, ab-havası var. Nə futbol gedər burada, bir dənə gəl bura çək. Qırğın, məhəlləyə qırğın gedər burada. Elə asfaltda gedir də futbol. O ki, oran-buran sıyrılmadsa mümkün deyil. Səhv eləmirəmsə, 10 il burada biznes kursan gəl, 10 il vergidən azadsan. Ki, burada o zəncir şəbəkə şeylərdən, Azərbaycanda şəbəkə bizneslərindən çoxu hal-hazırda gördük ya, burada çox var. Maşallah günü gündən də dolur. Cuma fikir verdim, yaşamamaq üçün hər hansı bir səbəb yoxdur. Artıqlaması ilə bütün şərait var da. Axtardığın nə istəyirsən var. Maraqlı, çox xoşuma gəldi.